Hər vaxtınız xeyir olsun əziz Zəkat Tekstil izləyiciləri. Bugün biz Zeyn Tekstil kollektivi olaraq sizlərin qarşısında çıxış edirik. Mağazalarımızdan birinin, yəni Turan bəyin, işçilərdən birinin doğum günüdür. Bu doğum gününü biz kollektiv adından belə bir gözəl təyamla və öz ürək sözlərimizlə təbrik edəcəyik. İllərdir YouTube kanalı üzərində sizlərin qarşısında böyük nailiyyətlərə, böyük çıxışlara sahib oldum. Sizlərin səyi nəticəsində bir neçə iş sahibi olmağı Allahın izni ilə bacardıq. Bəli, güc birlikdə olmaq şərti ilə birləşərək gücümüzü birləşdirdik. Özümüzə məxsus bir iş birliyi qurduq, iş kollektivi yaratdıq. Odur ki, biz birinci özümüzə hörmət bəsləyərək sizlərdən hörmət gözlədik və o hörməti də gördük. Təbii ki, sizlərdən o hörməti qazandıq. Hər bir mağazanın başda mən olmaq şərti ilə və işçilərimizin hamısı, Pünhan, Nurlan, Turan, Abil bəy başda olmaq şərti ilə hər birimizin doğum gününü bir-birimizə olan sevgimizdən irəli gəldiyi üçün bax bu cürünə qeyd etdik. Bu günlərim Turan bəyin 27 yaşı tamam olur. Bəli, təbrik edirəm. Turan bəy mənim xalam oğludur, Pünhan qardaşımdır, Nurlan əmioğlumdur, Tural xaloğlumdur, Abil dayı oğlumdur. Biz hamımız burada bir ailəyik, bir qardaşıq, bir qabdan çörək yeyirik. Bu kollektiv hər zaman sizlər üçün var. Yaşayacaq, yaşayır. Bundan da böyük nailiyyətlərə, uğurlara inşallah qədəmlərimizi qoyacağıq. İnşallah. Yetər ki, Allah Taala ağlımızı başımızdan əsla almasın və tortun üzərində belə bir gözəl şeir yazılıbdır. O şeiri səsləndirəcəm və sözü verəcəm mağazanın işçi kollektivlərindən bir hərəsinin öz sözlərini eşitmək üçün elə təbrik sözlərini verəcəyik Nurlan bəyə. Turan xaloğlu, səni təbrik edirəm. Allah Taala verdiyi ömrü gözəl yaşa, sağlam yaşa, həyatda dik yaşa, düz yaşa ilə. Düzü əsla var, Allah şahiddir ki, heç bir şey əyə bilməz. Və sənə arzu edirəm ki, həyatda hər bir şeyin ən xoş anları nəsib olsun. Tortun üzərində belə bir şeir yazılıb. Şeir nəyə əsasən qeyd olunduğunu deyə bilmərəm, amma gözəl cümlələri, gözəl kəlamları var. Gülüm, heyf sənə, heyflər mənə, qoruya bilmədim məhəbbətimi. Turan deyir ki, özüm bilə-bilə verirəm yenə, özgə birisinə saadətimi. Xaloğlu, bu şeir nə məna kəşf etdiyini bilmirəm. Ancaq onu arzu edirəm ki, sənə Allah Taala sənə Allahın izni ilə halal süd əmmiş ailənin övladını nəsib etsin. O gün olsun sənin nişan və toy tortuvu kəsib qeyd edərək o təyamlardan dadaq. Elə sözü vermək istəyirəm əzizim Nurlan bəy, buyur. Birinci növbədə bizi izləyən hər kəsi salamlayıram. Bu birinci sırada. İkinci sırada qardaş səni təbrik edirəm. Allah sənə uzun ömür, ən əsası can sağlığı, gözəl həyat bəxş eləsin. Amin. Canın sağ olandan sonra, həyatın gözəl olandan sonra qalan hər şey öz yerində, öz axarında gələcək onsuz da. Qısa zamanda hardasa 2 ay yaxındır bir yerdəyik. Yaxşı olansan, söz və söz yox, göz və söz yox. İnşallah belə deyim, həyatda nə nailiyyət, nə arzun varsa hamısını bir-bir həyata keçirəsən. Təbrik edirəm. Bir daha xoş ömür. Buyur Pünhan bəysin. Mən də Turan bəy təbrik edirəm. Uzun ömür, can sağlığı, 100 yaşa. Sağ ol. Tural bəy, qardaş kimi sən də təbriklər. Təbrik edirəm qardaşım, 100 yaşayasan. Allah verən ömrə can sağlığı yaşayasan. Bəli, istəyərdim ki, dayıoğlu Abil ekran qarşısında hər zaman bizim əziyyətimizi çəkib, elə sağlığı elə bax beləcə də götürək.